Dünyanın dilində olan o telefon. Bəli, söhbət Samsung Galaxy S25 seriyasından gedir. İnternetdəki məlumatlar, şairələr artıq baş gecəlləndirir. Gəlin bir yerdə baxaq görək, 2025-ci ilin bu ən gözlənilən telefonu haqqında nələr bilirik və bu qədər səs-küyə, bu qədər gözləntiyə dəyərmi? Yaxşı, hazırsınızsa başlayaq. Gəlin birbaşa məsələnin dərinliyinə enək və görək Samsung bu dəfə masaya nələr qoyub. Baxın, planımız belədir. Əvvəlcə S25 seriyası ilə ümumi tanış olacağıq, sonra onun ən güclü, ən cəzbedici tərəflərinə baxacağıq. Amma təbii ki, hər şey ideal deyil, ona görə nəzərə alınmalı məqamlardan da danışacağıq. Ən sonda isə bu telefon əslində kimin üçündür və almağa dəyərmi? Bax, bu suala cavab tapacağıq. Və budur, qarşımızda 3 fərqli model. Samsung artıq bu ənənəni pozmur. Hər kəsin büdcəsinə və istəyinə uyğun bir seçim var. Standart Galaxy S25, biraz daha böyük S25 Plus və əlbəttə ki, seriyanın ulduzu S25 Ultra. Cədvələ bir göz ataq. İlk diqqətimi çəkən nədir? Hər 3 telefonda eyni güclü prosesor var, Snapdragon 8 Elite. Yəni performans baxımından heç birindən şikayətiniz olmayacaq. Amma əsas fərq, bax o 200 megapiksellik kameradadır. S25 Ultra sözün əsl mənasında kamera mövzusunda bir canavara çevrilib. Və işin ən yaxşı tərəfi bilirsiniz nədir? Hansı modeli seçməyinizdən asılı olmayaraq, ekran keyfiyyəti hamısında eynidir. Yəni, istər balaca S25 olsun, istərsə də o yekə S25 Ultra, hər ikisində də o möhtəşəm, super parlaq AMOLED ekrana əldə edirsiniz. Bu həqiqətən əladır. Yaxşı, bəs bu telefonların əsas kozurları nələrdir? Onları digərlərindən fərqləndirən o premium hissiyatı verən xüsusiyyətlər hansılardır? Gəlin bir-bir baxaq. Deməli, bir tərəfdə o güclü Snapdragon prosesoru, o biri tərəfdə isə göz qamaşdıran ekran. Bu ikisi birləşəndə ortaya nə çıxır? Əlbəttə ki, inanılmaz bir təcrübə. İstəyirsiniz ən ağır qrafikalı oyunları oynayın, istəyirsiniz 4K film izləyin, bu telefon sizi heç vaxt yolda qoymayacaq. Amma söhbət təkcə sürətdən getmir, yox. Samsung burada detallara da çox fikir verib. Məsələn, S25 Ultra'nın o inanılmaz kamerası. Süni zəka sayəsində çəkdiyiniz şəkillər sanki canlanır. Üstəlik titan çərçivə və möhkəm şüşə ilə telefon həm də çox dözümlüdür. Bütün bunlar onu həqiqətən fərqli edir. Və ən vacib məqamlardan biri, S25 seriyasından bir telefon almaq əslində gələcəyə bir investisiyadır. Niyə? Çünki Samsung sizə illərlə proqram təminatı və təhlükəsizlik yeniləmələri vəd edir. Yəni, bu telefon 3-4 il sonra da köhnəlməyəcək, aktual qalacaq. Yaxşı, indiyə qədər hər şey əla səslənir, deyilmi? Amma gəlin biraz da realist olaq. Hər yaxşının bir pisi də var deyirlər. İndi isə gəlin medalın o biri üzünə, yəni nəzərə alınmalı məqamlara baxaq. Və bəli, ilk olaraq gəlirik qiymət məsələsinə. Xüsusilə S25 Ultra'nın qiyməti, yəni təxminən $1300, heç də art pul deyil. Bu həqiqətən də çox ciddi bir rəqəmdir və büdcəni yaxşıca düşünməyi tələb edir. Sonra bir məsələ də var. Bəziləri deyir ki, S25 əvvəlki S24-dən o qədər də kəskin fərqlənmir. Yəni, bu bir inqilab yox, daha çox təkamüldür. Əgər sizdə S24 varsa, S25-ə keçmək üçün o qədər də böyük bir səbəb görməyə bilərsiniz. Gündəlik istifadədə də bəzi məqamlar var ki, diqqət etmək lazımdır. Məsələn, S25 Ultra həqiqətən böyükdür, yəni kiçik əllər üçün biraz narahat ola bilər. Süni zəka hələ ki tam mükəmməl işləməyə bilər, bəzi xırda problemlər çıxa bilər və standart S25-in batareyası, əgər telefonu əlinizdən yerə qoymursunuzsa, günün sonunu görməyə bilər. Beləliklə, yaxşı və pis tərəfləri masaya qoyduq. İndi gəldik əsas suala. Bütün bunları nəzərə alsaq, bu telefonlardan hansı məhz sizin üçündür? Gəlin birlikdə sizin üçün ən uyğun variantı seçək. Qərar vermək əslində o qədər də çətin deyil. Özünüzə bir neçə sual verin. Birincisi, mənim üçün nə daha vacibdir? Ən güclü performans, yoxsa daha rahat, kompakt bir telefon? İkincisi, bu prioritetə hansı model uyğun gəlir? Əgər cavabınız gücdürsə, yolunuz birbaşa S25 Ultra'yadır. Rahatlıqdırsa, S25 və S25 Plus daha yaxşı seçimlərdir. Və nəhayət büdcəniz və istədiyiniz ölçü arasında bir balans tapmalısınız. Hətta gəlin daha da sadə deyim. Əgər siz telefonunuzdan hər şeyin ən yaxşısını istəyən, oyun oynayan, kontent yaradan birisinizsə, çox da düşünməyin. S25 Ultra sizin telefonunuzdur. Yox, əgər deyirsinizsə ki, mənə flagman səviyyəli, amma cibimə rahat yerləşən bir telefon lazımdır, o zaman standart S25 tam sizə görədir.
Və beləcə gəlib çıxdıq ən son, ən vacib suala. Bütün bunları, gücünü, kamerasını, qiymətini, hər şeyini nəzərə alsaq, axırda bu sual qalır. Galaxy S25 seriyasından bir telefon almağa dəyərmi? Bizim yekun fikrimiz belədir. Bəli, Galaxy S25 seriyası texnoloji cəhətdən fantastik bir cihazdır. Amma bu o demək deyil ki, hər kəs qaçıb almalıdır. Qərar tamamilə şəxsidir. Özünüzdən soruşun, mənə ən son texnologiya lazımdır, yoxsa indiki telefonum hələ də işimi görür və büdcəm daha vacibdir? Gəlin tövsiyələrimizi biraz da konkretləşdirək. Əgər siz ən yaxşısı mənim olmalıdır deyirsinizsə və telefonu alıb 3-4 il rahat istifadə etmək istəyirsinizsə, seçiminiz S25 Ultra olmalıdır. Əgər sizə gündəlik işləriniz üçün güclü, amma daha balanslı bir telefon lazımdırsa, S25 və ya S25 Plus-a baxın. Və əgər büdcə sizin üçün hər şeydən vacibdirsə, heç narahat olmayın. Keçən ilin modeli S24 Ultra hələ də bazarda çox güclü bir rəqibdir və əla seçimdir. Beləliklə, bütün bunları danışdıqdan sonra növbə sənindir. Bu modellərdən hansı sənin üçün daha ideal görünür? Hansı sənin ehtiyaclarına və istəklərinə daha çox cavab verir? Fikirlərini şərhlərdə bizimlə bölüşməyi unutma. Bu qədər dinlədiyin üçün çox sağ ol.